Vəfa. Xahiş edirəm, bir dənə deyəndə. Vəfa, çox xahiş edirəm, bir dənə deyəndə, nə olar? Sən kimsən ki, mənə toxunursan? Sən kimsən ki, cəmaatın içərisində məni qolumdan tutub yolumdan eləyirsən? Bu ixtiyarı sən kim verib? Danışmaq istəyirdim, ona görə tutdum. Mən də... Hə, danışma. Danışmağa üzün var sənin. Danışacağını danışmısan da sən məndən. Yalan danışmaq istərmirəm, məcbur idim. Məcbur idin? İtirməkdən qorxurdum səni. Səncə mən o qızlardanam? Səncə mənə maraqlıdır ki, sən harda işləyirsən, cibində nə qədər pul var? Yəqin ətrafındakı bütün qızlar elədi deyə hamını eyni görürsən. Rafik, mənə tək bir şey maraqlı idi. Sənin kişiliyin. Amma görürəm ki, mən qadın ola-ola kişi kəlməsinin mənasını səndən daha yaxşı başa düşürəm. Vəfa, mən sadəcə... Səndən tək bir şey istirdim mən. Dürüstlük. Amma sən onu da bacarmadın. Gözümün içinə baxa-baxa artistlik elədin sən. İstəmirdim də kimliyimi biləsən, Vəfa, istəmirdim. Mən necə gəlim deyim sənə, mən nə işlə məşğulam? İtirməkdən qorxurdum da, məcbur idim yalan danışım. Mən onsuz da uşaqlıqdan bəri ancaq itirə-itirə getmişəm. Əvvəl atamdan başladı hər şey, sonra biri çıxdı, o aldatdı. Sən də belə. Hamınız eyni bezin kənarısınız, hamınız. Rafik, bir də qarşıma çıxma. Gözümə görünmə. Heç olmasa indi dürüst ol. Yox ol. Çekin ol ateşi hicranı mənim üstümdən. Cəmi bircə günaha qurban o Adəmdə mənəm. Hanı bəs eşqudunu dövr eləyən pərvanə. Oyanan sübhə kimi şəndə mənəm, qəmdə mənəm. Sağiveysiz mənə gəl, dərdim var daş başayam. Meyisiz badələrə gözlərimdə yaş başayam. Deyəsən yoxdur kimsə, özümlə baş başayam. Həmin o saği mənəm, badə mənəm, dəndə mənəm. Sağiveysiz mənə gəl, dərdim var daş başayam. Meyisiz badələrə gözlərində yaş başayam. Deyəsən yoxdur kimsə, özümlə baş başayam. Həmin o saği mənəm, badə mənəm, dəndə mənəm. Çəkin ol ateşi hicranı mənim üstümdən. Cəmi bircə günaha qurban o Adəmdə mənəm. Hanı bəs eşqudunu dövr eləyən pərvanə. Oyanan sübhə kimi şəndə mənəm, qəmdə mənəm. Çəkin ol ateşi hicranı mənim üstümdən. Cəmi bircə günaha qurban o Adəmdə mənəm. Hanı bəs eşqudunu dövr eləyən pərvanə. Oyanan sübhə kimi şəndə mənəm, qəmdə mənəm. Öz istəyimlə şeytana aldandım özüm. Çox əzablar mücəvvərinlə parlayıbdı sözüm. Sol əlim cəhənnəmdə, cənnətdən dərmiş üzüm. Həm şeytan, həm əzab, həm də cəhənnəmdə mənəm. Öz istəyimlə şeytana aldandım özüm. Çox əzablar mücəvvərinlə parlayıbdı sözüm. Sol əlim cəhənnəmdə, cənnətdən dərmiş üzüm. Həm şeytan, həm əzab, həm də cəhənnəmdə mənəm. Çəkin o ateşi hicranı mənim üstümdən. Cəmi bircə günaha qurban o Adəmdə mənəm. Hanı bəs eşqudunu dövr eləyən pərvanə. Oyanan sübhə kimi şəmdə mənəm, qəmdə mənəm. Çəkin ol ateşi hicranı mənim üstümdən. Cəmi bircə günaha qurban o Adəmdə mənəm. Hanı bəs eşqudunu dövr eləyən pərvanə. Oyanan sübhə kimi şəmdə mənəm, qəmdə mənəm. Çəkin ol ateşi hicranı mənim üstümdən. Cəmi bircə günaha qurban o Adəmdə mənəm. Hanı bəs eşqudunu dövr eləyən pərvanə. Ay iş adamı, buradayım. Rafik. Seyf bəsdir də. Mən səni axtarmalıyam hər dəfə. Xoş gəldin müəllim. 5-6 kuruq vururam hər dəfə səni axtarınca. Ancaq yer dəyişsən. Tarıqı bək otursan yavaş-yavaş, hara gelirsən? Ana qarım, rahat yer axtarıram bana ona görə. Allah, hoş elə. Müdür sağ olsun, biraz pul verdi, dedim səni də sevindirim. Dönən ayrandır. Ola dönər.
buz kimi də ayran. Qardaşım, sən elə bir ürəyimi oxudun, Allah haqqı. Qardaşım, inanırsam, bu yeməyi gətirməsəydin, gecə planlayırdım ki, sən yiyəm. Buna vərəqlə Ruçkalı. Buna ta, buna deyil. Adı demirdim, axşam səni planlayırdım yeməyə. Plan çəkmişdim ki, bilmirdim arandan başlayam, ödündən başlayam, yoxsa ciyarından başlayam. Sən yemişsən, bırak. Deyirəm, yemişsən sən. Deyil. İşte abed verdilər, yedim orada. Bəxtəvər adamsan da, abed zat da hoca bilirsən. Zaten iş günü. İş də seyfi, nə bilim. Şey süpür, təmizlik işi. Bir də onu deyə bilərəm ki, müdür çox bomba adamdır. Amma elə bomba olmalıdır da müdür. Bomba olmalıdır ki, maaşını vaxtında verə bilsin. Sən də qardaşına belə padarkalar eləyəsən. Nə oldu, danışdın bugün Vəfa ilə? Hə. Yəni telefonla danışdıq bir iki dəfə. Salam, sağ ol. Nə edirsən belə? Deyirəm halaldır da o qıza sən Rafiq. Mən sənə 3 illik yalvarıram ki, gəl bir iş quraq. Qaldır o oranı. Amma qaldırmısan. Biz bu günləri o dönər yeyiriksə, qonşu otura yeyirik. Xəbərin var da yəqin ki. Allah onu canı sağ eləsin. Əslində gördüm Vəfanı seyfi. Gördüm də elə deyirəm ki. O mənə gördü, mən onu görmədim. Heç yaxşı vəziyyətdə görmədim məni. Ha, təsvirlə ki, postlayır. Sən başım bırax. Nə bilim, ay Vəfa, sən ki maddiyyətə önəm verən biri deyildin. Dedin axı dürüstlüyə görə. Əşə, hamısı elədir də. Adilin mənim başıma açdığı oyun yadından çıxıb. Düzdür. Bilirsən Gülnar, bəlkə də kənardan adi görünür. Amma mənə elə gəlir ki, bir kişinin dürüstlüyü yoxdursa, deməli onun heç nəyi yoxdur. Pul, xoşbəxtlik, nə bilim, gözəl danışıq, zarafatlar. Əgər içində kişi yoxdursa, bunların hamısı nəyə gərəkdir axı? Niyə bu qədər çətindir indiki dövrdə kişi olmaq? Bax, səncə kişi dediyin nədir? Bilmirəm. Bildiyim bir şey var ki, kişi olmaq üçün kişi doğulmaq yetmir. Düz danışmağı, düz baxmağı, bəzən də susmağı bilməlisən. Bəlkə də düz deyirsən, bəlkə də bizi heç uşaqlıqdan düzgün öyrətməyiblər. Bizə deyiblər ki, başa düş, qal, unut. Amma əslində olan heç kim deməyib ki, gedən getsin, sən isə öz yerində qal. Bilirsən, Gülnar, mən heç kimə nifrət eləmirəm. Amma indi onu bağışlamaq
elə bil ki, özümə xəyanət etmək kimi bir şeydir. Çünki mən özümə söz vermişdim ki, bir də belə inamsızlığın içinə düşməyəcəm. Qadın olmaq nə qədər möhtəşəmdirsə, bir o qədər də çətindir. Bilirsən, hər şey bizim öz əlimizdədir. Güvənmək kimi Tənkim ürəyi sınsa da öz bildiyini eləyən qızlar. Tapdım. Tapdım. Ay, Tapdım şöhrətimi. Ay Murat, bu nə köynəkdir, bu nə licimdir, bu nə vit fasondur. Ay niyə özə hörmət eləmədin, Ha? Ha, aynında köynəyin yoxdur, dəyişəcək köynəyin yoxdur, mənim o köhnə cırdındalarımdan geyin, də bilin. Hə? Nəyi tapdın, göstər görəm. Bu dediyiniz oğlan adı Rafiqdir. Əvvəl data analizi çəkmək istəyirdi. İndi sağlam mərkəzində üst sürgəsi işləyir. Burada araşdırdım, bax, kordon üstünü yaptım. Budur. Abi adam mı? Abi küsədə qalır, kardon üstündə. Onda bozdur, ha bu. Boş yox, şöhrətlə, bomboş. Hətta fərqi nədir Murat, sən məndə səhv oxutarsan, niyə? Vay, deməli mənim vəfam bundandır, hə? Yaxın vaxtda bunlar bir münasibət edilər. Bu araşdırmada kordon üstünü yaptım. Açılmam, Murat, açılmam. Amma mən vəfaya Ərəbistandan qızıl getdim bir belə. Götürmədi. İndi bu qurumsaq ona nə veribdi, hə? Nə veribdi Murat? Əsəbləşmə, neyim? Ay, heç nə. Belə təmizlikçi olur niyə, hə? İndi nə Elə. anlayırsan? Şotqanla da vəfam beynin yuyubdu. Neyim indi, nə tapşırırsınız? Deyin. Tələsmək lazım deyil, Murat. Tələsmək lazım deyil. Ma yaraşar, geyim tutum onun yoxusundan deyim ki, sən mən sevgi, mən şöhrət müəlliməm, ma yaraşar. Yoraşmaz. Murat, sən hardan qənaata gəldin ki, ma yaraşmaz, hə? Saç, yaraşar. Yaraş. Bu dünyada ma yaraşmayan heç nə yox. Mən tələsməyəcəm, mən seyri görəcəm, bilirsən, mən seyri xoşlayım, elə bir yavaş, nətdən ötər, elə bir gec yerəm, amma axırda mar seyirəm, bildin? Murat, bunun kölgəsi olmaq lazımdır. Bunun dalından çəkilmə, bildin? Düş dalına. Hara geyir, hardan gəlir, kimdəndir, nətərdir, bildin? Dişinlə ilə fırçalayır, unla, bildin? Kim fırçalandı? Məncə də. Hətta küçədə nə tapır soxur ağzına. Bu nə dişin nə fırçalayacaq? Deyirəm ki, heç olmaz adam şoför olar da, yox? Sən məni kimlərlə görürsən, ay baxam. Bu zalımı bassaq biz hamamda çimizdim, aya. Bunun çirkindən bütün şəhərin kanalizasiyası tutdular, Hətta nə olubdur Murat? Gülməyəsən yanda, hə? Üz verəsi deyil, Biraz görürsən elə aldan gedir təmiz. Gülüşün də fərqi vardı, Baxırsan ki, kimsə gülür, belə gülür, bax. Baxırsan ki, gülüşündə hikmət vardı, məna vardı, məntiq vardı. Baxırsan, deyəsən adam gülər. Sən belə gülsən, Tüm qanımı qaraqdı, bütün ürəyim bulandırdı. Belə gülüş olur mu, Ürəyim bulandı təmiz. Qaçma su gətir. Bağışlayın da şöhrətlə. Qaç su gətir, Murat. Qurum sağ. Yaxşı, Rafiq, yaxşı. Sənə bir sualım var, Rafiq. Səncə mən bu yerə necə çatmışam? Bilmirəm mənim, yəqin öz zəhmətinizlə. Düzdür, zəhmətlə. 2006-da mən də Zıq kanal qırağında süpürgəçi işləmişəm, çörək pulu qazanmaq üçün. Doğrudan mənim. Doğrudan, hə. O vaxt mən də deyirdim ki, ay Allah, bu nə həyatdır, Sən də bu həyat deyilmiş, bu mərhələ idi. Əzilmək mərhələsi. O mərhələni keçəndə həyata qazanır. Amma istəmirəm, müəllim, o qız mənə belə görsün.
Vəfa istəmirəm, heç mən belə görsün. Deyəcək, yalan danışmağın bir yana, üstəlik də süpürgəsiz işləyirsən. İstəmirəm, o mənə acısın, istəmirəm. Acımaq? Bu sən mən rus dilliyəm. Acımaq yazığı gəlmək deməkdir. Yazığı gəlmək. Bilirsən adamın kimə yazığı gəlir? Özünü itirənlərə, özünə qiymət verməyənlərə. Sən belə pis iş görməmsən axı. Amma mən səni də başa düşürəm. Yox, müəllim, yox. İstəmirəm, burada olan mən burada işləyə bilmərəm. Gəlir məni görür, yox, alınmaz, istəmirəm. Yaxşısı budur, mən işdən çıxım. İşdən çıxıb neyinəcəksən axı? Gelib yenidən kartonun üzərində uzanacaqsan? Konkret həyatdan yoxa çıxmaq istəyirsən? Bilmirəm, müəllim. Allah bilmirəm. Gəl belə elə, Rafiq. O qız hansı saatlarda gəlir bura? Soruşdum, dedilər 1-5, 6-dan 8-ə. Gəl belə elə, sən həmin vaxtı işdə olma. Onsuz da səhərdən axşama kimi silib süpürürsən, hər yerdə tərtəmizdir. Nə qürurun zədələnər, nə də işin gedər. Olar elə bir şey, müəllim, doğrudan? Olar. Sənə görə hər şey olar. Amma bir şərtlə. Nə şərtlə, müəllim? Sən özünə balaca insan kimi baxma. Çünki sən elədiyin iş pis iş deyil. O süpürgə də səni alçaltmır, əksinə. O sənin qalxmaq yolundur. Çox sağ ol, müəllim. Sağ ol, göstərdiyiniz kömək. Sağ ol, sağ ol, sən də sağ ol. Olar konfetləri 2 dənə götürüm. Sən də götür. Çox sağ ol, müəllim. Mən nəyi səhv eləyirəm, bu value error verir. Siz belə keçdiyi. Müəllim, çox üzr istəyirəm, qarışacağam. Bu cədvəldə Mersil varsa, pivət işləməyəcək. Bir də ki, başlıqları ayırın, buradan. Sütunları buradan sabitləyin. Ondan sonra rahat pivət qurun da. Hə, bir də vizual analiz üçün də slicer də əlavə edə bilərsiniz. Siz bu işləri hardan bilirsiniz? Vaxtla data analitik işləmişəm. Insight Matrix. Az çox oradan başım çıxır. Satış təhlilləri, müştəri davranışı, belə oradan bilirəm. Belə pis çıxmasın, biz burada nə işləyirsiniz? Pandemiya müəllim. Yaxşı idi işim, biznesim yaxşı idi, şirkətlərim var idi. Çox yaxşı qazanırdım. Pandemiya belimdən vurdu, saldı məni küçələrə. Nə bilim, maşınımı satdım, evimi satdım, bağ evimi satdım. Nəyim var, nəyim yox, hamısını qoydum. Yadıma düşdükcə elə ürəyim ağrıyır, müəllim. Soxuya qalasan sən. Dixor oldum ya. Bu pandemiya cəmaatın evini yıxdı. Sigaret çəkən deyilsən təsadüfən? Çəkənəm. Çəkənsən? Gəl səndən bir dənə sigaret çəkək də. Bir iş var, onu da danışaram səndən. Nə iş? Gəl, deyəcəm. Gəl. Adın nə oldu? Rafiq. Salman. Şad oldum, Salman müəllim. Rafiq. Bəli. Bəzən adam bir cümlə işlədir və bu cümlə bəs eləyir onun kim olduğunu anlamağa. Məndə o cümlələrdən çox deyəm, müəllim. Prosta eşidən qulaq yoxdur. Mən eşitdim, Rafiq. Belə savadlı adam məncə burada işləməməlidir. Harada işləməlidir? Məncə sən bura üçün çoxsan. Hətta mən sənə deyim ki, sən bu şəhərin bəzi şirkətləri üçün də çoxsan. Gəl bizdən işləsən. Nə iş? Ciddi deyirsiniz? Elə ciddi deyirəm ki, sabahdan işə başlamasan, inciyərəm səndən. İstəməzdim sən də bir dəfə sigaret çəkib unutduğum adamlardan olasın. Salman müəllim, nə yalan deyim. Unutmuşdum bu cümlələri. Amma darıxmamışam da demək olmaz, çox darıxmışdım. Gəl onu unutmaq deməyək. Unudulan bir dəfəlik unudulur. Ona yaddan çıxmaq deyək. Yaddan çıxan şey sonra bərpa olur. Salman müəllim, anidən oldu. Valla, razıyam razı olmağına. Prosta mənim bir dostum var, kiçik sistemi xahiş eləyəcəm. Seyfi də adı. Dostum deyəndə, dostum deyək, amma şərikimdir də bir yerdə. O da işsizdir? Hə, o da işsizdir. Gətir, bir şey fikirləşək. Çox sağ olun, Salman müəllim. Təşəkkür edirəm, minnətdaram. Onda mən tez gedib işlərimi tez tutarım, gedim evə tez hazırlam. Get, gözə. Gəl bura, gəl bura.
yuxarı qalxmamış cəmaatın yanında söyləməyim. Gələ bunda, gələndə öz vəyin baş alarsan. Çox sağ ol, sağ ol. Dayan. Dostunla gələcəkdin, nə sən? Bununla ona ayın baş alarsın. Çox minnətdarım. Seyfi. Ay Seyfi. Ay dur. Dur görək hara yatmısan, dur. Dur görək Rafiqdir, dur. Dur görək, qalx tez qalx. Qalx Salman $200 verir ki, get dostunla özü əyin baş al, sabah saat 9-da ol ofisdə. Salman kimdir la? Təzə müdürümüz. Təzə müdürümüz? Uzun söhbətdir, Seyfi danışaram. Bu işdəydim, kompüterzat, nəsədən getdim, girişdim elədim, nəsə ora Viyenya. O mənim vaxt kompüterdən başım çıxırdı axı. Qayıdırıq əvvəlki işimizə də nə mal baxırsan sifətimə? Nəsə köhnə işimiz, data analitika. Hə. Beynin gedib sənin öz işimiz də köhnə, kompüter işimiz. Ay nə zor idi, kofe hesab sənə. Anam işləyə biləcək ki onda. Unutmamışıq o işi biz. Hə nə unut? Hə mənim yadımdadır. Sən 6-7-dən iş yadımdadır mənim. Hə düz qoşadıq da baxan kimi yadımda çıxacaq sənin. Hə partlatmışıq buna $200. Rafiq bu doğrudan bizim pulumuzdur. Hə də bizim tanı kim? Hə belə nə fikirləşsən hə? Allah yox onu demirəm. Deyirəm bu pul var imişkən bəlkə biraz ondan qabaq keyfimizi ataq. Nə keyfimizi ataq? Ondan sonra üstümə dağlar sellər gəlsən, küsmək ayrılmaq yoxdur bundan sonra. Bundan sonra yoxdur. Səndən məni almağa bir gün ellər gəlsə, hər şey qurban verərdim. Tək istisnadır. Rafiq, mahnının sözləri elədi ki, pivədən daha çox keyfləndirirsən. Seyfi, çünki mahnının sözləri mənim içimdən çıxır. Ara sənə içindən çıxır, ala. Mahnını Tupakla, Tunarla Günel oxuyur. Seyfi, mən bu mahnını Vəfa üçün oxuyuram. Vəfa bilsəydi mən ona qədər istəyirəm. Bilmirik, heç biləs də deyil, heç Seyfi. Amma mən əminəm ki, o ürəyində deyib ki, kaş başqa cür olardı. Kaş başqa cür yaşayardım, Seyfi. Qardaşım, sən onsuz da elə yaşayırsan da. İşimiz var ya bizim. Ofisə gedirik qardaşım. Əynimiz, başımız sabahdan düzəlir. Bəlkə də. Amma Seyfi, dünən Vəfa mənə dedi rədd ol. Dedi rədd ol mənim qabağımdan. O mahnının bir yeri var ya Seyfi. Deyir, hər şeyi qurban verərdim, sən istisna. Və mən özümü o cümləyə yazdıram. Vəfa, mən səndən başqa hamını bıraxa bilərəm. Rafiq, bəs paltarın əsər alacaq. Mən nə danışsam, sən nə danışsan, Seyfi? Paltar vaxtıdır. O sual verirəm də pulun başından xərcləmişik. Sən deyirəm nəzər alacaq. Gəl, narahat olma. Ürəyi sıxma. Basmayın bazarında ucuz olur paltarlar. Gəl. Rafiq. Gəl də. Adam oluruq təzədən. İşimiz var Rafiq. Daha əvvəl kimi olacaq vəziyyət. Deyilmi? Gəldin. Nədir vəziyyət, nə xəbər? Qartal quzunu tutdu, yoxsa la göydadı? Hər şey plana uyğun gedir, təklifi qəbul elədi. Sabahdan yeni işə başlayır. Demək, özü könüllü düşüb də, balıq qırmağa. Özünü çox sevinçli apardı, yeni həyata uşaq kimi inanırdı.
Ver olmadı da. Bu işler beləcə. Dedin, bir bozu şirin söz, biraz yaxşı iş. Dedin, insanın bütün it yüzü çıxır ortalığa. Tabisi. Demək, bir təmizlikçi gədə. Gülümsək. Sevinir ki, buna kimsə yaxşılıq eləyir, bildin? Gətib yolunda işlədəcək, buna pul verəcək. Ağı öpdüm bu işdən sən fikirləsin kimi daha Rafiq. Gəldim bura. Şöhrət müəllim. Necə Salman bəy? Düşmüşəm gün ortam bunlar dalına. Dostu vardı orada bilmirəm. Pivə aldılar, nəsə içdi. Piyan idilər. Ağızları sözsün, aşırdılar. Bu nə köynəkdir? Amma niyə pulu vermirsən köynəyini dəyişsin? Murat, sən də mənə bu cıncal dəyiş. Qoy içsinlər. Qoy şərləsinlər. Şöhrət müəllimin pulu ilə. İstəyir şampans qaçsınlar, Murat, bildin? Zaman, məsələ öz aramızdadır da, hə? Bilmirlər ki, kimdən işləyirlər, nə tərdə, kimin şirkətidir? Elə şey olar, konkret gizdin. Elə bir köz şirkətindir, bir yerdə adın keçmir daha sənə. Bir də qulaq asır, mənə dedi ki, kimsə gətirəcəm. Seyfi dedi, nə dedi? Mən də dedim, gətir onu da gətir. Abad, düz eləmirsən. O şey, Seyfi o hamın gədadır, o kardan üstündə. Aşırdılar. Aşırdılar yox, Murat. Deyirəm ki, hamın gədadır, o kardan üstündə onun yanında yotanı. Elə billə olsun deyim. Amma elə bilirsən, Şöhrət elə oturduğum yerdə olmuşam. Birdən gəlmişəm mən bu yerlərə. Amma mənim də əziyyətim olub da. Asan dəhri. Tamam, başarı verməm zaman. Almanın kilosu bir olan vaxtı 1 manat. Aldım 1 kilo alma, satdım 2 manata. Sonra satdım 2 manata aldım, satdım 4-ə. 4'ü 8'ə, 8'i 16'ya bax, hayla, gətirdim, qaldırdım 100, 120 manat olanda mənə zəng gəldi. Zəng yerə dedilər ki, baban ölübdür. Onun bütün mirası sağ qalıbdır. Bildin, nətər? Asan dəyir, o pulu dağıtmaq asan dəyir. Maşın al, ev al, iş aç, onu elə, bunu elə. Bildin? İndi o adı nə idi gədanın? Seyfi. Gəlin. Hamınız gəlin. Siz hepiniz Şöhrət Taç. Gülmə Murat, get köynəyi dəyiş. Get tez elə. Bəli. Ben qaldın ha? Nə? Sabah gedəcəyəm Vəfanın yanına. Deyəcəyəm ki, Vəfa, mənə yox deyib hə dediyin o gədə, gəlmişdi yanıma. Həmin o Rafiqə seçim qoydum. Ya Vəfa, ya da pul. O da pulu seçdi. Sen geden o günden yüz çevirip benden senin düşündü benden sonra hiç mənə lazım da değilsen sonra hiç mənə lazım da değilsen gözümün içine düz bak ümid eləmə barışaq sen salamat mən sağ sonra hiç mənə lazım da değilsen sonra hiç mənə lazım da değilsen lazım değilsen lazım değilsen sonra hiç mənə lazım da değilsen sonra hiç mənə lazım da